Bir aralar qızıla küllü miqdarda tələbat olan Çin bugün bütün planları bozdu və tətil elan etdi. Bu da öz növbəsində ABŞ-yə, yəni Amerikaya yol açdı və Amerika təbii ki, qızılın qalxması Amerika üçün heç də yaxşı değildi. Çin istirahata çıxandan sonra, tətilə çıxandan sonra qızılın sürətli enmələri bir müddət təbii ki, qızıl bu istiqamətdən davam edəcək Çinin yenidən bazara qayıtmasına qədər. Bu gün səhər saatlarında biz Signal kanalında qızılın satışlarını 4945'lərdən 4943'lərdən siqnalları paylaşdıq, anonsları verdik və qısa zaman ərzində 50 dollarlıq bir eniş oldu. Amma təbii ki, bundan daha çox endi. Səhər saatlarında bazar açılandan sonra, hər gün səhər bazar açılandan sonra Çin bundan istifadə edib sürətlə qızılı qaldırırdısa, bugün əksinə oldu. Qızıl sürətlə aşağı doğru 75 dollara dəyər itirdi. Sonra 50 dollar qalxdı, alıcılar bunu qaldırdılar. 50 dollardan sonra nə çox nə az 100 dollar yenidən endi. Ümumilikdə səhər saatlarından bu saata qədər 140 dollar endi. Alışlar nə vaxt olacaq? Alışlar koreksiyalar olacaq. 7 saatdan 11:00'dan sonra olacaq. Yəni bu bir müddət davam edəcək. Gəlin keçək biz gümüşə. Gümüşdə də biz gümüşün satışını təbii ki, qızıl enirsə, gümüş də enir. Və 74-400'lərdən satış əməliyyatlarını müəyyən etdik. Gümüş 72-800'lərə qədər endi. Alışlar təbii ki 11-12'dən sonra olacaq. Koreksiyalar olacaq yuxarı istiqamətdə. Bitcoin'e gəldidə isə qısa müddətdə alışlar 68.830'lardan, satışlar isə 67.700'lərdən olacaq. Funtun dolar rəqabətinə gəldidə isə təbii ki, bunlar da hədəfləri aşağıdakı 1.35-800'lər olsa belə alışlar 1.36-200'lərdən olacaq. Euro dolar rəqabətinə gəldidə isə 1.18-500'lərdən alışlar, amma aşağıdakı hədəflər isə 1.17-777'lərdir. Təbii ki, qızılın enməsi, yəni qayda qızıla, qızılın enməsi qızıl almaq istəyənlər üçün fürsətdir. Və nə qədər ki, Çin tətildən qayıtmayıb, qızıl yəni endikcə almağa dəyər. Təbii ki, bir müddətdən sonra qızıl yenidən yuxarı doğru istiqamətlə davam etdirəcək. Hələlik inşallah görüşmək ümidi ilə sağ olun.